kök hüceyrə proseduru sırf gəncləşmək üçün müraciət olunan prosedurdur, yoxsa bərpa üçün müraciət Xeyr, olunan? əlbəttə ki, bəli, bunu Ülviyə xanım bayaq düz qeyd elədi ki, bəli, Ülviyə bunu xanım hətta diz qapaqlarında olan gəncləşmək üçün, bəli, bizim var elə pasientlərimiz, yəni şükürlər olsun ki, onu artıq anlayan, çünki biz bu eğitimdən sonra çox, yəni mən efirlərdə hər zaman bunu qeyd edirik ki, maarifləndirici efirlər olsun, səhifəmdə də var bu məlumatlar. Xeyr, əlbəttə ki, tək estetik gəncləşmək üçün deyil, kök hüceyrə ümumi bir tədavidir. Yəni müalicə, ümumi bir müalicə sxemidir və regenerativ təbabətin, yəni bərpa edici təbabətin ən son nailiyyətidir. İstər üzdə, istər diz oynaqlarında, istər saç tökülməsində və istərsə də ən çox autoimmun xəstəliklərdə, reumatoid artritdə, sonra dağınıq skleroz, multiple skleroz, bu kimi xəstəliklərdə artıq vena daxilinə yüksək dozda köçürürük və burada pasientin çəkisi nəzərə alınır. Bir dəfəyə 170-250 milyon hüceyrə vena daxilinə transfer olur, köçürülür və bu zaman əlbəttə ki, yüksək doz olduğuna görə effekt daha tez görürük və bu pasientdə artıq baxırıq ki, bir oynaq deyil, bir üz deyil. Yəni burada bir çox patologiya, məsələn, reumatoid artrit xəstələri dizdə, çiyində, bilək oynağında həm artritlər, şişkinliklər, həm bir neçə oynaqda artıq burada yerli bir neçə oynağa vurmaqdansa vena daxili köçürülüb tam şəkildə orqanizmi bərpa etmək. Bərpa etmək, pasientlər soruşur, doktor elə bilirlər ki, bugün hüceyrə köçürüldü, sabah qaça-qaça yerimək. Xeyr, belə bir şey yoxdur. Anında bəli, pasient deyir, doktor gözümə işıq gəldi, sanki özümü güclü hiss etdim, effekt görməyə başlayır. Səhərsi gün daha rahat yerində çönmə, hərəkət etmə, addımlama, bunlar da ola bilər. Amma effektimizin pik nöqtəsi 6-8-ci aydır. Ona görə də bunu hər zaman deyirəm, səbirli pasientlərə bunu bizi, yəni öncədən biz bunları veririk, yəni pasienti biz aldatmırıq ki, bugün verdik, hüceyrə köçürüldü, bir ay sonra, bəli, yaxşı olacaqsınız, amma tam effekt 6-8-ci ayda, tam belə qəbul edən xəstələrdə həqiqətən də çox gözəl effekt alırıq. İstər uşaqlarda da, autizm spektr pozuntusunda, serebral ifliclərdə də nevropatoloq müalicəsi ilə yanaşı kök hüceyrə terapiyası çox böyük effektlər verir.